Qəzet var indi. Əvvəllər oxuyurduq, indi yox. Bugünkü də Azərbaycan üçün qəzetlərin varlığı əhəmiyyət kəsb eləmir. Nəyə görə? Ona görə ki, hər şey yalandır. Bax, qəzet nə yazacaq? Bax, yazacaq ki, uşaq pulu niyə vermirlər? Səbəbi budur, deyəcəklər ki, müxalifət qəzetidir. Yazacaq ki, Azərbaycanda hər şey yax kimidir, əladır, superdir. Nə olacaq? Deyəcəklər ki, bu hökumət adamıdır. Mənim Azərbaycan mass mediasından qəti xoşum gəlmir. Çünki bizim mass media bizim Azərbaycan dilini korruyur. Sizin tayfavızdan siz jurnalistsiniz, bəli? Hə, sizin tayfavızdan mən möhkəm narazıyam. Çünki sizi kimi bu dili əyən yoxdur və siz onu dəhşət dərəcədə əyirsiniz bu dili. Mən oxuduğum qəzetlər var. O qəzetlərin içində 525-dir. Hər gün çıxır, 6-cı gün daha kök çıxır. Onu ürəklə oxuram. Onu hər həftə mütəmadi alıram. Bəzən onu ala bilmirəm, onun imkanım olmur. Onu oxuyuram, ədaləti bir gün çıxacaq. Ədalət qəzetidir. Hər həftənin 5-ci oxuyuram, oxunaqlı qəzetdir. Sonra oxuyuram təzadları. Son vaxt seyrə çıxır, təzadlar haqqı deyən qəzetdir. Sonra da oxuyuram ədəbiyyat qəzeti. Da bundan qırağa çıxmıram. Azərbaycanda 100 cür informasiya vasitəsi olsa da qəzetin yerin heç bir informasiya vasitəsi verə bilməz. Çox az. Qəzetlər yalnız şantaj edirlər. İnsanlar bir-birinə düşürürlər, şantaj edirlər. Bundan başqa bir şey yox. Gerçək bir şeylər yazmırlar. Gerçək bir şey yoxsa can fəda. Gerçək bir şey yox orada. Vallahi düz oxumuram. Kimlə danışır onu eşidirəm də. Əlbəttə əhəmiyyəti var maarifçilik qəzetdə. İndi mənim deməyimə baxmayın, İnşaatlı Memarlıq Universitetinə gələn bütün qəzetlərə baxıram. Ən son qəzet Xalq qəzeti idi. Bir də qəzetlərdə haqqımda yazıldığı üçün açıb oxuyuram. Yəni bir başqa məlumatları da əldə edə bilirəm. Böyük əhəmiyyəti var. Bu bilirsiniz təbliğatdır. 525 Azərbaycan qəzeti oxuyuram, Xalq qəzeti oxuyuram. Yəni onlara abunəyik. Elə də 525 Ədalət qəzetlər oxuyuram. Qəzetlər həmişə əhəmiyyətli olubdur, mühüm olubdur. Yəni ki, insanların həyatında böyük rol oynayıblar. Nedə ilə qəzeti var, nedə ilə həftəlik. Həftə bir tərəf çıxır. Rus dilində. Düzdür, indi şey çıxır da, Azərbaycan qəzeti. Son vaxtda o da görünmür, nəsə. Nəyə görürsə. Milli Məclisin qəzeti idi. Nəsə bir koruslara baxıram, o da yoxdur. Qabaqlar alardım Bakraboçi, Xalq qəzeti. İndi də nəsə onlarda çatdıra bilmirəm, ancaq elm qəzeti oxuyuram. Ümumiyyətlə isə mətbuat zəifliyib Azərbaycanda. Əvvəlki mətbuat yoxdur. Əsli həqiqətləri yaymaq məqsədilə hansısa qəzet istifadə olunsa, o qəzeti buraxmırlar. Ən çox Səs qəzetini, Azərbaycan qəzetini, Respublika qəzetini. Orada günün aktual xəbərlərinə baxıram. Yəni belə çox yazılar oxumuram. Azərbaycan üçün qəzetin varlığı böyük əhəmiyyəti var, amma bugünkü gündə çox gözdən salınıb qəzet oxunmur.